Belə bir sual gəlib bizə. Bu fikri biz müraciət edən pasientlərdən də tez-tez eşidirik. Salam həkim, mən süni mayalandırma elətdirmişdim. Alınmışdı da özümü gözləyə bilmədim, ona görə düşdü. Yenidən elətdirsəm neçə aya başa çatar? Baxın, biz bu fikri xəstələrdən tez-tez eşidirik. Mən süni mayalama eləmişdim, alınmışdı, amma özümü gözləyə bilmədim. Ağır nəsə qaldırdım və yaxud da ayaq üstə çox oldum və yaxud da bəzən deyirlər stres keçirdim və ona görə də düşdü. Hamiləlik pozuldu. Amma əslində əksər hallarda süni mayalanmadan sonra baş tutan hamiləliyin pozulması bu səbəblərə bağlı olmur. Yəni normal inkişaf edən sağlam bir hamiləlik elə qadın biraz ağır qaldırdı deyə, özünü gözləmədi deyə, biraz stres keçirdi deyə həmən pozulmaz. Süni mayalanmadan sonra hamiləliyin alınıb pozulma səbəbləri %90% hallarda embrionun keyfiyyətsizliyinə bağlı olur. Yəni ola bilər bir kimyasal hamiləlik baş verib və yaxud da müəyyən bir müddətə qədər embrion inkişaf edib, amma sonra inkişafını saxlayıb. Əksər hallarda bu səbəblərə bağlı olur. Digər səbəblər də var. Məsələn, endometrial reseptivlik və s. və ilaxır, onlar daha sonraki sıralarda yer alır. Amma dediyiniz səbəb çox böyük ehtimal ki, hamiləliyinizin pozulma səbəbi deyil.